Aleyhisselamın bu günlerde bir buyruğu var. Hazret buyuruyor ki, Fitir bayramı akşamı melaikeler nida edirlər ki, ey Allah'ın bendeleri, Allah sizin bütün günahlarınızı üstüne xət çekib, bağışlayıb. Amma şərti nədir? Həzrət nə buyurur? Buyurur ki, sonra mələklər nə deyir? Əgər qulaqlarımız açıqdırsa, bəsirət qulaqlarımız açıqdırsa, bunları eşidib və bədənimizdə hopdurarıq canımıza. Həzrət buyurur ki, mələklər ki, bizə nida eləyirlər ki, ey bəndə, sən ki bu Ramazan ayını dərk elədin, Allahın rəhmətinə, dəryasına baş vurdun, Allah sənin üstüvə bütün nə qədər ki günahlar yazılmışdı, hamısının üstünə xət çəkdirdi. Amma nə? Həzrət buyurur ki, amma baxın görün, Ramazan çıxandan sonra kim olasınız? Elə deyil ki, mən Ramazanda oruç tutum, dilimi bağlayayım, gözümü haramdan saxlayayım, bütün vücudumu Allah'a tapşırım, oruçluq çıxandan sonra yenə olum əvvəlki insan. Yox, mələklər nida eləyir ki, bəndələr, oruçluq qutarandan sonra diqqət eləyin özünüzə. Arxayın olmayın tutduğunuz oruclara, namazlara, etdiyiniz dualara. Şeytan güclüdür. Bir şeytan ki, Allah'ın peyğəmbəri ki, Adəm əleyhissalamı ki, bütün nemətlər behişdə olduğu halda, amma görsən yoldan çıxardıb, neynir? Tərk-i övla eləyib, əl uzadır o meyvəyə. Biz kimik? Arxayınçılıq yaratmasın.